Bu gün sizinlə şaftalı mürəbbəsinin hazırlanmasını bölüşürəm. Əvvəlcə şaftalıları təmiz yuyub, qabığını təmizləyib və göstərdiyim kimi çox da nazik olmayaraq dilim-dilim doğrayıram. İki kiloqram qabığı soyulmuş tumsuz şaftalıya 2 kiloqram şəkər tozu əlavə edirəm. Tavaya əvvəlcə şəkər tozu, sonra şaftalı, şəkər tozu, şaftalı, sonda isə yenə şəkər tozu əlavə edib 7-8 saat gözlədirəm ki, şaftalıların suyu çıxsın. Bişirərkən əlavə sudan istifadə etmirəm. Mürəbbəni gür istilikdə hazırlayıram. Piltənin üzərinə qoyduqdan sonra əvvəlcə qarışdırıram ki, tavanın dibi yanmasın. Qaynamağa başladıqdan sonra üzərinə yarım limon sıxıram və 30 dəqiqə gür istilikdə bişirirəm. Ara-ara qarışdıraraq. Çəpinə isə dəymirəm, sonda yığacam. Mürəbbə bişib hazır olduqda qaşıqdan düşən damcılar uzanır. Və yaxud da kağız dəsmalın üzərinə bir neçə damcı tökürük. Əgər dəsmal islanmırsa, demək ki, hazırdır. Piltədən götürdükdən sonra isə tavanı silkələyib, orta hissəsinə çəpini yığırıq, sonra isə kağız dəsmalla göstərdiyim kimi götürürəm və sterilizə olunmuş bankalara yığıram. Növbəti videolarda görüşənə kimi sağ olun, sağlıqla qalın. Allaha əmanət olun. Hələlik.